Herkese salam. Rayonda bir gün adlı vlogumuza hamınız xoş gəlmisiniz. Deməli, burada uşaqların səhər yeməyini hazırladım, yedilər. Yanımda da Sevranı qıraq tutub sıqırır, səs gələ bilər. Sonra uşaqlarla biraz oynadıqdan sonra başladım gəlinlik görevimi yerinə getirib. Qaynanamın çıt kırıldım. İndi küsəcək, bayaq küsəcək tosoranıyla evləri evlər tosoranlamağa. Burada da mən torpaqla oynayıram. Uşaqlarım daşa, torpağa həssas qaldığı üçün düşüblər torpaqla oynamağa. Biraz oynadılar. Üstlərindən, başlarından göründüyü kimi. Sonra dedim, yox, qolları çırmalayıb həyəti təmizləmək vaxtıdır. Çırmaladım qolları, aldım qırmızı manikürlü əlimə dırnaqlarımla birlikdə həyətin yarpaqlarını süpürməyə. Sonra həyəti süpürdükdən sonra başladım şəhərdən gətirdiyimiz sumkalarımızı yerbəyer eləməyə. Sonra biraz bakım eləyib uşaqlarla həyətdə oynamağa başladıq. Sevranı qırağı və yaxdan neyse uşaqlarla biraz oynadıqdan sonra dedim biraz dərs eləmək vaxtıdır. Sevra deyir, yenə mi dərs? Bəli, yenə dərs. Sonra qaynana gəlin çay deytimizi etdik. Həftəlik rutin qeybətlərimizi etdikdən sonra Rauf dedi, mənsiz olarmı heç? Onlar da qeybətimizi edib keçdik günorta hazırlığına. Yenə gəlinlik görevimi yerinə getirmək üçün durdum ayağa. Qaynanamın hazır dolmalarını mikrovalnovkaya koyub yemək hazırlamaya başladım. Aha, burada Allah verəndən bir süfrə qurdum. Sonra oturduq yemək yeməyə. Sonra həmən qaynanam dedi, dur axşamın yeməyin hazırlamağa başlayaq. Burada nənəsi Raufa kola aldırdı və Rauf kolasını sanki dədəsinin nənəsini görmüş kimi qucaqladı. Elə biz heç görməyib kola. Yəni. Sonra qaynanama gələn kargonu, yəni fabellik mallarını başladıq həvəslə açmağa. Görüm qaynanam nə sifariş edib. Mallarına baxdıqdan sonra başladıq axşam yeməyinə. Burada qaynanam o nefis dillə dastan aşını süzür. Sevranın qırağı bu arada. Sonra qaynatan balıqdan gəlir və marifətlərini sərgiləyir. Maşallah, yenə nə qədər balıq tutub, bəlkə də bizə verəcək, aparıb pişirib yeyəcək afiyetlə. Belə, görürsünüz balıqları, maşallah. Qaynatacığımın bir 10 barmağında 10 var. Bu arada bu balıqlar məni yaman qorxudublar. Sonra Raufu, mən də balıqlar Raufu qorxutduqdan sonra başladı axşam yeməyini hazırlamağa. Bu arada baldızım da gəldi. Dedim, bəsdir, mən burada iş gördüm. Artıq qalan işlər sənli idi. Neyse, sonra yenə süfrə qurduq. Ailəlicə süfrə başında oturduq. Yeməyimizi yedik. Sonra rutin qeybət yerimizi hazırlayıb oturdub qeybət elədik və uşaqlar yatdı belə. Hələlik.